İnsan, təbiət və texnologiya, işıqlı düşüncələrin izi ilə. Bugünkü mövzumuz internet asıllığıdır. İnternetdən, virtual dünyadan insanların zombiləşərək asıl olmasıdır. Əlbəttə ki, bilirik ki, dünyada bugün ən çox sosial şəbəkələrin tüğyan elədiyi, internetin yeni əsrimizə gətirdiyi yeniliklərlə bərabər özündən asılı yeni bir virtual alem yaratmıştır. Bu virtual dünyada insanlar artıq özünü yeni gerçəklərlə üz-üzə qoymuşdur. Bəli, belə bir deyim var, hər şeyin ifratı zəhərdir. Nəyi sui-istifadə edirsən artıqdır və problemdir. Bugün insanlar psixoloji aludə olaraq asıl olmuşlar. Hətta mən deyərdim ki, virtual bu dünyadan rəqəmsal bir kimliyin ortaya qoyduğu bir zombiləşmə siyasəti həyata keçirilir. İnsanlar niyə məhz bu sosial şəbəkələrin cazibəsindən çıxa bilmir? Niyə detoks ola bilmir? Niyə təbiətlə bağlana bilmir? Əlbəttə ki, biz inkişafımıza, tərəqqi siyasətinə baxsaq, görərik ki, demək daha əvvəldən klassik nəsil öz həyatını rahat və təbiətlə uyumlu qurmağa çalışırdı. Və elə də bugünkü demək yaşlı nəsil demək olar ki, təbiətin uyumu və onun gözəllik hər incəlikləri ilə öz həyatlarını əlaqədar edə bilmişdir. Məhz bugün yeni nəsil, X nəsli, Z nəsli, alfa nəsli dediklərimiz bu nəsil artıq smartfonlarla, internetlə yaxından əlaqədar olmuşdur. Demək olar ki, biz belə nəsillər arası münasibətləri və onlara istinad etsək, görərik ki, yaşlı klassik nəsil hər zaman öz həyatını təbiətlə ona görə ahəngdar qura bilmişdir ki, onlar rahatlıq, onlar könülləri, qəlbləri oxşayan, təbiətlə nəfəs alan, ruhlarını dinləyən insanlar olmuşdur və belə də əgər bir yorğunluq hiss edərlərsə, aşırı gərginlikdən göyün üzünə baxar, ulduza baxar və təbiətlə təsəlli alar, öz yorğunluğunu çıxarar, aləmdə özünü onun bir parçası hiss edər və onunla öz uyumunu qura bilər. İndiki nəsil isə nəinki göyə, ulduzlara, təbiətə, onun ahəngdar, ecazkar, füsunkar güşələrinə, eləcə də onlar bugün bildirişlərə, ismarışlara, mesajlara artıq yaxından aludə olublar. Bəli, biz deyirik, təbiət öz inkişafı ilə, öz texnologiya ilə qurduğu yaxından əlaqələrlə bir təkamül, bir yeni innovasiyalar devrini, 4-cü sənaye inqilabını gətirib çıxarmışdı. 4-cü sənaye inqilabı da bugün internetlə, internetin demək hər şeyin internetinə doğru təşəkkül tapdığı bir inkişaf mərhələsindədir. Belə də bugün əşyaların interneti bizi smart dünya ilə çox yaxından inteqrasiya etmişdir. Bizim hər şeyimiz bugün ağıllı əşyalarla, ağıllı telefonlarla, ağıllı qurğularla demək yaxından bağlıdır. Bəli, biz belə bir bağlılığın içində artıq biz onun içinə daxil olduq. Ondan daha çox ziyanlı, zərərli demək təsirlərindən qurtuluş yollarını demək bilməliyik. Onun fərqində olmalıyıq. Onun istifadəsini demək yönə çəkməməliyik, sui istifadələrdən qaçmalıyıq. Buna görə də biz bugün insan, təbiət, texnologiyanın ahəngdar bir-biri ilə uyumunu yaxından demək təhlil edəndə görürük ki, təbiət özü bizi hər zaman yenə öz qoynuna çağırır, öz təbii demək gerçəkləri ilə səsləyir. İnsan nə qədər təbiətdən uzaqlaşarsa, bir o qədər depressiya yaşayar, bir o qədər psixoloji narahatçılıqlar keçirər. Bizim demək orta yaşlı nəslin nümayəndələri hər zaman uşaqlığından bəri
təbiətlə biz demək rahatlığımızı qurardıq. Onun qoynunda dinçliyimizi tapardıq. Təbiətdə hər gözəlliyi, onun incəliyini, onun füsunkar demək dərinliklərində qərq olub gedərdi. İndi isə internetin gətirdiyi texnologiya keçid etsək, bəli, niyə məhz ağıllı telefonlar, internet, sosial şəbəkələr bu qədər cazibədar olmuşdu? Ona görə ki, bugün bir smartfonda bütün özəlliklər öz əksini tapır. Yəni, artıq telefon olmaqdan, danışmaqdan kənara çıxmış, bugün fotoaparatı, ondan demək məktub, mesaj, video, film, radio, demək olar ki, bütün nə qədər yeni avadanlıqlar, yeni qurğular və həyatımızda istifadə etdiyimiz bu texnika və texnologiyaların hamısını özündə cəmləşdirmişdir. Bugün artıq demək olar ki, foto demək aparat, video demək cihazların əksəriyyətini arxa plana atmışdır. Biz orada insanların ehtiyac duyduğu bütün menü sistemi, demək rəngarəng onun mozaikası, demək çeşitli internet platformalarında vardır. Biz bugün informasiya ehtiyac duyuruq, informasiya bolluğunda sanki bir menüdür. Biz orada hər kəsin dünya görüşünə, hər kəsin demək mənşəyinə, sosial statusuna uyğun olaraq müxtəliflik yaşanır. O müxtəliflik internetin cazibəliyini artırır. İnsanlar bugün təbiətdən ilə qopması, texnikaya aludə olması, onun ağuşunda özünü itirməsi, hər yuxudan qalxanda gözünü oxalayaraq internetdəki bildirişləri, məlumatları, mesajları, sifarişləri axtarması bir növ aludəçilik əlamətləridir. Bəli, şamana soruşmuşlar, əlbəttə zəhər nədir? O da zəhərin hər şeyin ifratında, hər şeyin aludəçiliyində görmüşdür. Bəli, eyni zamanda bir inci saflığı varsa da suda, həddini aşdıqda dərd verir o da deyən böyük ədibimiz, nizamimiz hər şeydə ifratdan qaçmağı, sui-istifadələrin ziyanlı və zərərli tərəflərini özündə demək ifadə etmişdir. Biz bugün internetin 4-cü sənaye inqilabdan 5-ci sənaye inqilabına keçid devrində yeni demək süni zəka layihələri, süni zəkanın da artıq təbii zəka ilə inteqrasiyada öz fəaliyyətini qurduğu bir devirdə daha çox sanki ağıllı telefonlara, ağıllı qurğulara, hər şeyin interneti və əşyaların interneti devrində bağlantı, yaxından istifadə, onun imkanlarından həm həyatımızı rahatlaşdırmaq, həm fəaliyyətimizi ona uyğun olmağı, qurmağı demək əlaqədar etmişdir. Biz belə bir devirdə necə biz onun zərərli tərkibindən, onun zərərli mahiyyətindən uzaq durmağı yollarını da deyə bilək. Əlbəttə ki, biz bu hala, bu vəziyyətə, internetin virtual dünyasına, onun rəqəmsal artıq pasport daşıdığı, rəqəmsal kimlik verdiyi, virtual demək şəxsiyyət formalaşdırdığı bir devirdə biz bunlara təsadüfən gəlib çıxmadıq, birdən-birə gəlib çıxmadıq. Bu aludəçilik, bunun içində özümüzü bu qədər dərinliklərə gətirib çıxarmağımız ondan eyni zamanda demək ağıllı istifadəni də artıq bugün məcbur etmişdi. İnsanlar ruhsal rahatsızlıqlar yaşayırlar, psixoloji asıllıq artıq həkimlərə müraciətə gətirib çıxarmışdı. Onun negativ təsirləri demək insanın gözünün birbaşa gözlə bağlı olduğu üçün zəifləməsinə, əsəbinin gərginliyinə, stres yığan fəaliyyətini insan sağlığına bütövlükdə demək zərərli yöndə göstərdiyini həkimlər də və sahə mütəxəssisləri də bugün demək tövsiyə edirlər ki, bunu nizamlasın, bu sayədə demək istifadəni sui-istifadədən normal, faydalı demək yönə çəkmək, ön planda onun imkanlarından yararlanmaq, onu həyatımıza ancaq rəng qatmaq, həyatımızın bir parçasında ondan
onun faydalı tərəflərindən, ağıllı internet platformalarının gətirdiyi incəliklərdən mənalandıraq və o baxımdan, o çərçivədə o inkişafa demək töhfə vermiş olsun. Belə də əlbəttə dediyimiz kimi insan, təbiət, texnologiya durmadan artıq bu proses dərinləşir. İnsan ortada əsas sosial varlıq olduğu üçün bugün canlı ünsiyyətlər ön plana çıxır. Əvvəllər kafe, çayxana Wi-Fi'siz keçinmirdi. Bugün Wi-Fi olmayan məkanlarda, Wi-Fi olmayan istirahət güşələrinə çəkilirik ki, sosial demək isti münasibət, duyğusal bizim insani dəyərlərimiz ön plana çıxsın. Bəli, bu gerçəkdir ki, bugün istər ictimai nəqliyyat vasitələrində, həyatımızın hər yerində, hətta ailəmizin içində belə hərənin əlində bir telefon, sanki doğmalar özgələşiblər, telefon içində özlərinə yeni bir dünya tapıblar. Kimsə artıq əvvəlki qızğın, isti, duyğusal, qaynar sosial münasibətlərin artıq bir sanki bir girdabında çabalayırlar, problemlər yaşanır ailələrdə, evdən evə, otaqdan otağa artıq normal insani belə deyək, əlaqələr, münasibətlər telefon üzərindən qurulur, WhatsApp-la çağırırlar otaqdan otağa ana evladını, valideyn uşaqlarını. Bu münasibətlər gətirib o həddə çıxarıb ki, artıq ciddi problemlər yaşanır. İndi bundan çıxış yollarını mən bir demək bu sahədə bir mütəxəssis kimi düşünürəm ki, təbii ki, bir yöndən təkamüldir, tərəqqidir, texnoloji inkişafdır. Ondan geri qalmaq olmaz. Onun imkanlarından həyatımızın faydalı bir hissəsinə, layihələrin yönləndirilməsinə, tələbənin, demək, təhsil ocaqlarının, müəllimlərin, ziyalıların həyatına töhfələr verəcək qədər istifadə etmək lazımdır. Sonra insan özünü psixoloji olaraq hazırlamalıdır. Gündə bir neçə saat əgər telefona baxırsa, daha çox hissəsini açıq havada, təbiətdə, parkda, demək, təbiətin gözəlliyi ilə öz işini, öz demək, fəaliyyətini qurmağı bacarmalıdır. Buna da demək, virtual detoks deyirlər. Yəni, onun toksik zərərlərindən qurtarmağın yolu ağılın gücü ilə, ağılın nəzarəti ilə bu ağıllı qurğuların üzərində qələbə çalmaqdır. Təbiət görürsünüz, nə qədər ondan uzaqlaşdıqca elə sanki təbiətin özü də buna mat və təl qalıb. Çünki o insanların hər zaman demək qayğısına, təbiətin qoynunda rahatlıq və dinçlik tapmasına, onun üçün biz ana təbiəti özləyirik, ana təbiətin füsunkar qoynunda, onun gözəllikləri ilə, təbiətin təbiiliyi ilə uyumlu şəkildə yaşamağı demək qoyub, yadırğıyıb, indi yeni bir sanki irreal, virtual bir dünya qədəm qoymuşuq. Ona görə bir daha düşünürəm ki, ağılın yolu birdir. Bu ağıllı cihazlar, internet əsri, 4-cü sənaye inqilabı, süni zəka ilə inteqrasiya olub, 5-ci sənayinin demək artıq astanasındayıq. Bunların hamısının fərqində olaraq bir mənalı bilməliyik ki, bizim nicatımız, çıxış yolumuz təbiətdə tapmaqdır, sağlığımızı təbiətlə uyumlu, harmoniya şəklində qurmaqdır fəaliyyətimizi. Fəaliyyət, bəli, demək, dinçliyimiz, istirahətimiz o fəaliyyətin dəyişimində tapılır. Dəyişim də təbiətdə, təbiətlə ahəngdar işimizi, fəaliyyətimizi qurmaqdadır. Odur ki, bir daha onu deyərdim ki, zombiləşmə, qloballaşma, virtual məkanda gedən bu proseslər, internetdən asıllıq, sui-istifadələr, bunların hamısı gətirib ona çıxarır ki, insan öz zərərli və bu pis vərdişlərdən əl çəkməli, daha gözəl, daha verimli, daha məhsulda öz fəaliyyətini qurmalı, internet asıllığına son qoymalıdır. Zombiləşməyə əlvida, telefonun nə qədər imkanları ağırlaşdıqca bizim ağlımızdan ötə ola bilməz. Ağıl qələbə çalacaq. İnanıram ki, necə ki bu pis vərdişlərə biz gəldik, çıxdıq, elə də ondan demək geri addımları təbiətin özündə tapacaq.
texnologiya təşəkkür edəcəyik, innovasiya yönündə özümüzü inkişaf etdirəcəyik. Fəqət bizim sağlığımızı, texnologiyadan asılılığımızın yolunu da təbiətlə həmahəng, harmoniyada quracaq. Bu yolda hamıya uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.